Lakin bu kitab Allahın kitabıdır. Bu kitabı digərlərindən fərqləndirən odur ki, bu kitab hərfinə qədər, nöqtə vergülünə qədər Allaha məxsus olan bir kitabdır. Buna bərabər bir kitab yoxdur ki, oxunuşunda savab olsun. Yəni, Quran-ı Kərim digər kitablardan fərqləndirən odur ki, Peyğəmbərimiz buyurur, hər bir hərfində savab var. Əlif, ləm, mim. Müqattə hərfidir. Deyir, əlif də bir hərfdir. Ləm də bir hərfdir, mim də bir hərfdir. Peyğəmbər sallallahu əleyhi və səlləm insanlara daha aydın izah etməyə çalışır ki, hərfində savab deyəndə məcazi mənada nəzərdə tutmuram. Bəzən deyirlər ki, məcazi mənada xeyr. Peyğəmbərimiz bu fikri də aradan qaldırmaq üçün deyir, əlif də hərfdir, ləm də hərfdir, mim də hərfdir. Yəni, bunların Quran-ı Kərimi oxuyan zaman onun hər bir hərfində savab var. Yəni, Quran-ı Kərimi digər kitablarla biz müqayisə edə bilmərik. Quran-ı Kərimin digər kitablarla və yaxud da Quran sözlərinin digər sözlərlə fərqi deyir, insanla Allah arasındakı fərq qədərdir. Onun üçün bu kitab müqəddəs Allahın bir nurudur. İnsanın həm canlıya aiddir, həm cansıza şamildir, həm insana aiddir, həm heyvanlara bir rəhmətdir. Bu, Quran-ı Kərimin əhatə etmədiyi bir mövzu yoxdur. Bu, Quran-ı Kərimdə Allah Teala buyurur, وَنَنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz Quran-ı Kərimdə möminlərə şəfa və rəhmət nazil etdik. Quran-ı Kərim möminlər üçün həm şəfadır, həm rəhmətdir. Şəfa bizim cismimizdə də, ruhumuza da şəfadır. Rəhmət, biz bilirik ki, ölənlərə rəhmət deyirik əsasən. Təbii bilirik, diriyə də rəhmətdir, ölüyə də rəhmətdir. Yəni, hər ikisinə Quran-ı Kərim rəhmətdir. Yəni, Quran-ı Kərim burada demir, diriyə rəhmətdir. Quran-ı Kərim ümumiyyətlə deyir ki, biz Quranda möminlərə şəfa və rəhmət nazil etdik. Bu rəhmətə daha çox ehtiyacı olur dünyasını dəyişən şəxs.